Hər vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə Abituriyent jurnalı 2026 nəşrindən tam orta təhsil bazasında buraxılış imtahanları səviyyəsinə uyğun model tipli sualların izahlarını paylaşacağım. Hər birinizə imtahanda uğurlar arzulayıram. Keçək suallarımıza. Çalışma 1-ə baxaq elə. Deyil, 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Bu rəqəmi ədədin əvvəlindən silib, sonuna yazdıqda ədəd 369 vahid azalar. Verilmiş ədədin rəqəmləri cəmini tapın. Nə edərəm? Bu ədədi gəlin bu cür göstərək. 6AB deyir, bu ədədin əvvəlindən silib, sonuna yazsaq, bu ədəd 369 vahid azalar. 6AB çıxılsın AB 6 bu cür yazıram, bərabərdir 369. Onu da bu cür edək. 600 üzərinə gəl, ona üzərinə gəl B, çıx 100A üzərinə gəl, qaçda çıxıldığına görə çıx 10B, çıx 6 bərabərdir 369. Neçə edir? Bu edir mənfi 90A. Çıxılsın, bu edir mənfi 9B bərabər. Bunlar da mən çıxıb toplayıb sağ tərəfə atacağım. Demək 600, bu da edəcək 500, sağ tərəfə keçsə 369, çıxılsın 594. Mənfi 9-a çıxarsan mütərizə xaricinə, ona üstə gəl B bərabər. Mənfi 200, neçə edir bu? 25. 225. Ona üstə gəl B, elə AB-dir, bərabər. Mənfi 225. Mənfi 9-a böldükdə 25. AB 25-dirsə, məndən soruşulur, verilmiş bu ədədin rəqəmləri cəmini tapın. Yəni, 625-in 6 üstə gəl, 2 üstə gəl, 5, cavabımız 13-dür. C variantı. Baxaq, növbəti. Baxın, ikinci tapşırığa baxaq. İkinci tapşırıqda nə deyir? Abituriyent kitabının 30%-ını, birinci kitabın 30%-ını, sonra isə qalan hissənin 25%-ını oxuyubdur. 30%-ını oxuyub, nə qədər qalıb? %70-i. Düzdür? Sonra isə qalan hissənin özü də öz-özlüyündə 100%-dir. 25-i qeydibsə %75-i, yana bir x atıram, bərabərdir 210. Nə edək? Sağlı sollu ixtisar aparaq, 70-i ixtisar aparıram, 3 ilə də 75-i ixtisar aparıram, 25 ilə də 100-i ixtisar aparıram, x böl 400 bərabərdir 1, x də bərabərdir 400. Cavabımız B variantı. Gedək çalışma 3-ə. Nə deyil 3-də? Deyilir ki, o mərkəzli çevrəyə AB toxunanı çəkilibdir. ACB 110-dur. Onda belə çıxır ki, onun qonşu bucağı 70 dərəcədir və ona uyğun bu qövs 70-in 2 misli deyilmi? Yəni 140-dır. Onda bu qövs 140-dırsa, yəni BD qövsü 140-dırsa, bəs CB qövsü 180 dərəcə çıx 140 bərabər 40 deyilmi? Məndən də tələb olunan, bu qövsü də tapdıq, bu qövs də 40-dır. Bizdən tələb olunan A bucağıdır. A bucağı, bucaq A bərabərdir gəldiyi qövslərin fərqinin yarısına. Baxın, həmin bu iki qövs ki var, sarı qövsdən yaşıl qövsün fərqinin yarısına. Bu 50 dərəcə. Amma siz onu bu cürdə tapa bilərsiniz. Baxın, bir üsulda deyək, 3 bucağa görə gedə bilərik də. Buraya 110-dur, düzdür. Onun qonşu bucağı 70-sə bunu 140 bildikmi? Çünki daxiliyə çəkilmiş bucaqda gəldiyi qövsün yarısına bərabərdir. Bunu da 40 olduğunu bilsək. Bax, bu bucağı da tapa bilərik. Bu da gəldiyi qövsün yarısıdır, 20-dir. Bu 20-dir, 110-dur. Etdi mi 130? 180-dən də 130-un çıxsam, A bucağı olacaq 50 dərəcə. Bu üsulları da tapa bilərsiniz. Baxaq çalışma 4-də. 4-də nə edəcəyik? 72-ni yazaram, 6 kökdə 2. 50-ni yazaram, 5 kökdə 2. 27-ni yazaram, 3 kökdə 3. Sadələşdirdik. Kökdə 2 üzərinə gəl, 3 kök altında 3 bərabər. A kök altında 2 üzərinə gəl və kök altında 3.
Kökdə 2 çıxılsın. A kökdə 2 bərabər. B kök altında 3 çıxılsın. 3 kök altında. Bunu elə bu cür yazaq ki, bir tərəfə keçirək də. Çıxılsın. Demək, üstə gəl 3 kökdə 3 çıxılsın. B kökdə 3 bərabərdir 0-a. Bu ikisindən kökdə 2-ni çıxararam mötərizə xaricinə 1 çıxılsına. Bu ikisindən kökdə 3-ü çıxararam 3 çıx B bərabər 0-a. İndi ayrı-ayrıqda 0-a bərabər edərəm. 1 çıxılsın A 0-dırsa A 1-dir. B 3 çıxılsın B 0-dırsa B 3-dür. Bizdən də A üstə gəl B cəmi soruşulur. Cavabımız 4-dür. Baxın, biz burada bunu bu cür də edə bilərdik. Fikir verin, elə buradan birbaşa köklərin əmsallarında bərabərləşdirə bilərdik. Kökdə 3-ün də əmsalı B bərabər 3 və son buradan da qısa tapa bilərdik. Cavabımız 4-dür. C variantı. Sonra baxaq çalışma 5-ə. Belə bir ifadənin qiymətini tapın. A dövrdə B, o bu deməkdir. A üstə gəl 0 tam dövrdə B. Üstə gəl B üstə gəl B üstə gəl 0 tam dövrdə A. Bölünsün A üstə gəl B. Baxın, bunu bir neçə versiyaya yazmaq olar. Mən bu ikisini topladım A dövrdə. Bu ikisini topladım B dövrdə B. Hər ikisini yaza bilərəmmi? A vurulsun 1 tam dövrdə 1. B vurulsun 1 tam dövrdə 1. Bölünsün A üstə gəl B. Surətdə 1 tam dövrdə 1-i çıxarsam A üstə gəl B. Bölünsün A üstə gəl B. A üstə gəl B-lər gedir. Qalır 1 tam dövrdə 1. Bu da 1 tam 9-da 1. Yəni 9-da 10-dur. Sonra necə yazaram bunu? Normal elə A üzərinə gəl 9-da B. Digərinə B üzərinə gəl 9-da A. Bölünsün A üstə gəl B. A üstə gəl B-ni bir qruplaşdırıram. Bu ikisindən 9-da 1-i çıxarıram mötərizə xaricinə. A üstə gəl B. A üstə gəl B-ləri çıxarsaq mötərizə xaricinə. Geriyə qalır 1 üstə gəl 9-da 1. A üstə gəl B-lər gedir. Geriyə qalır 1 tam 9-da 1. Yəni 9-da 10. Bu cür də yaza bilərsiniz. D variantı. Sonra gedək çalışma 6-ya. Demək, tərəfi 7 olan tərəfi 7 bir dəqiqə bu sürüşdü. Buradan biraz bir dəqiqə. Tamam. Tərəfi 7 cm olan düzgün 6 bucaqlının böyük diagonalları cəmini tapın. Demək, bilirik ki, düzgün 6 bucaqlının 3 böyük diagonalı var. Bu birinci, bu ikinci, bu da üçüncü. Düzgün 6 bucaqlının böyük diagonalı 2 adı. Bu arada kiçik diagonalında deyək. Kiçik diagonalı A kök altında 3'dür. Və 3 ədəd böyük diagonalı olduğundan birini tapaq, 2'ni vururam 7'yə. Böyük diagonalının biri 14'dür və 3 ədəddir. Cavabımız 42'dir. D variantı. Baxırıq, çalışma. D də çox sadə, primitiv bir tapşırıqdır. Məncə bunun da öhdəsindən çox asanlıqla gələrsiniz. Gəlin, sürəti kvadratlar fərqi kimi ayıraq. A çıxılsın ki, A üzərinə gəl ki, bölünsün A çıxılsın ki. Sürəti yazırıq. A çıxılsın ki, A kvadratı üzərinə gəl, 2A üzərinə gəl 4. Kublar fərqinin açılışını yazdıq. A kvadratı üstə gəl, 2A üstə gəl, 4'ü olduğu kimi saxlayıram. Baxın, bu ikisi biri ixtisar getsin, bu ikisi biri ixtisar getsin. Geriyə qalır. A üstə gəl ki, çıx, A çıxılsın ki, qarşıdakı çıxmanı nəzərə alsaq, cavabımız 4'dür. B variantı. Baxaq, çalışma 8'ə. 8'də nə deyir? Deyir ki, bərabər yanlı AB və BC üç bucağı üçün burada şəkil olmalıdır. Baxaq, şəklimiz necə oldu buradan? Şəkil deyəsən sürüşdü mü? Bir dəqiqə şəkli tapaq. Şəkil itdi. Biraz kiçildim bunu. Şəkil yəqin ki, buralarda çox kiçildi. Ha, şəkil gəlib bura. Demək bununkudur. Bir dəqiqə. Buradan götürək, qoyaq bura. Tamam.
nə deyilir? Deyir ki, ABC bərabər yanlı üçbucağında AB BC-yə bərabərdir. Növünə görə bərabər yanlıdır. Bu arada, baxın, bu ikisinin cəminin hündürlüyə bərabər olmasının isbatlı kanalımda vardır. Ona baxa bilərsiniz. O, birinci, ikinci qruplar üçün sırf bunu isbat et kimi sizə təqdim oluna bilər. Ona görə bir zəhmət onu baxıb öyrənə bilərsiniz. Bərabər yanlı üçbucağın oturacağında götürmüş ixtiyari nöqtədən tərəflərə, yan tərəflərə çəkilən perpendikularların cəmi onun oturacağından yan tərəfə çəkilmiş elə hündürlüyün uzunluğuna bərabərdir. Yəni, bura 5, bura 3-dürsə, həmin onda. Bunda hündürlüyün uzunluğu 5 ilə 3-ün cəmi. Yəni, 8-dir. İndi diqqət yetirin, növünə görə bu üçbucaq necə üçbucaqdır? Bərabər yanlı. Düzdür, 45-dir, bu da 45-dir. Yəni, bura 8-dir, burada 8-dir. Hipotenuz katetin kökdə 2 mislidir. Cavabımız 8 kök altında 2. Ki, bu da B variantı. Baxaq çalışma 9. Nə deyir? Deyir ki, burada yer eləyək yazmağımıza. Belə bir tənli ilə verilmiş çevrə 5-1 nöqtəsindən keçir. Bu çevrənin radiusunu tapın. Bu nöqtədən keçir nə deməkdir? Gətir x-in yerinə 5, y-in yerinə 1 yaz. 25, çıxılsın 20, üzərinə gəl 1, üzərinə gəl A. Çıx 12 bərabər 0-dır. Onda A çıxılsın 6 bərabər 0-dırsa, onda A da bərabər 6-ya. Gətir burada A-nın yerinə 6 yazıram və tam kvadratı ayırıram. X çıxılsın 2-nin kvadratı çıxılsın 4, bu ikisi y üzərinə gəl 3-ün kvadratı çıx 9 çıx 12 bərabər 0-dır. X çıxılsın 2-nin kvadratı. Y üstə gəl 3-ün kvadratı bərabərdir 25. Çevrənin mərkəzi 2 mənfi 3, radiusu 5-ə bərabərdir. A variantı. Baxaq, çalışma 10-a. Bunu da maraqlı tapşırıqdır. Burada 2 qat bucağın argumenti kimi açacaq həm kosinus 18-i, həm sinus 18-i. Gəl yadımıza salaq kosinus kəlpanın düsturlarını. Kosinus kvadratı çıx, sinus kvadratı. Kosinus üstü 4, çıx, sinus üstü 4. 2, kosinus kvadratı, alfa çıx 1. 1 çıx, 2 sinus kvadratı. 1 çıx, tangens kvadratı böl, 1 üstə gəl tangens kvadratı. Katangens kvadratı çıx 1 böl, katangens kvadratı üstə gəl 1 və katangens alfa çıx. Tangens alfa bölünsün, katangens alfa üzərinə gəl, tangens alfa. Bax, burada gəlin biz bu düsturunu götürək. Yəni, həmin bu kosinus 18-in yerinə 2 kosinus kvadratı 9 çıxılsın 1 yazacaq. 1 üstə gəl kosinus 9 dərəcə, üzərinə gəl 2 kosinus kvadratı 9 dərəcə çıx 1 böl sinus 9 dərəcə plus sinus 18-in yerinə 2 sinus 18 kosinus 18. Başlayın. 2 sinus 9 kosinus 9. Həmin bu birlər getsin bu ikisində. Kosinus 9-u çıxararam mötərizə xaricinə. 1 üstə gəl 2 kosinus 9. Məxrəcdə sinus 9-u çıxararam mötərizə xaricinə. 1 üstə gəl kosinus 9. Bu da bərabər bu ikisi ixtisar gedər. Geriyə qalar katangens 9 dərəcə. Yəni C variantı. Baxaq, çalışma 11. 11 nə deyir? Deyir ki, verilmiş təliyin köklərindən biri 4-dür. Artıq sona getmədən bu informasiya formalaşmalıdır sizdə. X-in yerinə 4 yazsam, 0-a çevrilməlidir. X-in yerinə 4 yazıram. 16. Çıx 8 çıxın 0-dır. Yəni, M bərabərdir 8-ə. Bəs bu təliyin kökləri nədir? Yəni, x kvadratı üzərinə gəl. 8x çıx 20 bərabərdir 0-a. Vuruqlarını ayırsam, x üzərinə gəl 10. Vurulsun, x çıxılsın ki 0-dırsa, ya x üstə gəl 10 0-dır. Yəni, x-imiz mənfi 10-dur. Ya da x çıxılsın ki 0-dır, x-imiz 2-dir. Cavabımız C variantı. Gedək, çalışma 12-yə. 12-də
verib bizə. Müstəvi üzərindəki ABC düzbucaqlı üçbucağının A düzbucaq təpəsindən müstəviyə MA perpendikuları qaldırılıb ki, onu 2 kökdə 3 verib. M də BC perpendikulardır, M də BC. BD 6-dır, DC 4-dür. Bizdən MD-nin uzunluğu soruşulur. Baxın, bu MD ilə BC-nin perpendikular olması o bu deməkdir. Bu ikisi də perpendikulardır. Üç perpendikular teoreminə görə müstəvi üzərindəki düz xətt mailə perpendikulardırsa, onun proyeksiyasına da perpendikulardır. Tərsinə, müstəvi üzərindəki düz xətt mailin proyeksiyasına perpendikulardırsa, onda mailin özünə də perpendikulardır. Onda belə çıxır ki, BC ilə eyni zamanda A da bir-birinə perpendikulardır. Nə edərəm burada? Gətirib baxın, buradan belə bir median çəkərəm. Hipotenuzun hamısı 10'dur. Median, bura bir K deyək. K nöqtəsində ayrılımı 5, 5. Bu altını buradan silək ki, bu qarışmasın. Bu cür. Bu qədər məsafə 5'dir. Bu qədər məsafə 6'dır. Onda KD'nin payına qaldı 1. Gəlin, bu üçbucağı, bu balaca üçbucaq ki var, mavi üçbucaq. Onu Pifagor teoremini tətbiq edib AD-ni tapaq. Üçbucaq KD AD. Onda AD bərabərdir kök altında. Bu da 5 deyil mi? Niyə 5'dir? AK, BD, eyni zamanda DC. Üçü də hipotenuzun yarısıdır. Hipotenuz hamısı 10'dur, yarısı 5 deyil. Əgər 5'dirsə 25 çıxılsın 1. Yəni hərflə də yazıram burada. AK'nın kvadratı çıxılsın, KD'nin kvadratını tapdıq. Bu da kök altında 24. Bura kökdə 24'dürsə, baxın, bu M, D, A. Üçbucağına Pifagor teoremini tətbiq edib MD-ni tapıram. MD bərabərdir kök altında M, A-nın kvadratı, üzərinə gəl MD-nin kvadratı. Bu da bərabərdir. Kök altında 12 üzərinə gəl 24 bərabərdir. Kökdə 36, yəni 6'dır. A variantı. Çalışma 13. Verilmiş kompleks ədədin həqiqi hissəsini tapın. 1 çıxılsın, vurulsun. 17'ni bölürəm 4'ə. Niyə 4'ə bölürəm? Üstü 4 1'dir. I kubu mənfidir. I kvadratı mənfi 1'dir. İdəki elə olduğu kimidir. Bu nə deməkdir? Yəni, İ'nin 4'ə bölünən qüvvətləri 1'dir. 4'ə bölündükdə qalıqda 1 qalırsa İ'dir. 4'ə bölündükdə qalıqda 2 qalırsa I kvadratı mənfi 1'dir və 4'ə bölündükdə qalıqda 3 qalırsa I kubu, yəni mənfi İ'dir. Bir çıx İ'yi saxlayıram. 17'ni böldüm 4'ə. Qalıqda qaldı 1. 19'u böldüm 4'ə. Qalıqda qaldı I kubu. I kubu nə verirdi bizə? Mənfi. Yəni 1 çıxı. 1 çıxıdan 2'dir deyə bunu kvadratı kimi yazıram. 1 plus I. Bunu açaq. 1 çıx. 2 I üzərinə gəl. I kvadratı. Vurulsun. 1 üstə gəl I. I kvadratı mənfi 1'dir gedir. Mənfi 2'ni vururam. 1 üstə gəl İ'yə. Mənfi 2i çıx 2i'nin kvadratı. Bunu burada yerləşdirək. 2 dəqiqə. Çıx 2i'nin kvadratı. Yəni mənfi 2 üzərinə gəl 2. 2 çıx 2'nin. Bizdən həqiqi hissəsi soruşulur. 2. Cavabımız A variantı. Baxaq, çalışma 14'ə. Və biraz sürüşmələr olur deyəsən. Yaxşı, baxaq, çalışma 14'ə. Verilmiş ədədi silsilədir. Digər isə həndəsi silsilənin ardıcıl hədləridirsə A kvadratı üzərinə gəl, B kvadratını tapın. Nə edək? Ədədi silsilədə ardıcıl 3 verilibsə 2A2 ortağın kimisi kənarların cəmidir. Həndəsi silsilədə B1, B2, B3 verilibsə ortanın kvadratı kənarların hasilidir. Yəni, A üstə gəl B, A üstə gəl B bərabərdir 2A, yəni 30, 2A2. Burada
12'nin kvadratı 144 bərabərdir AB. Sadəcə A kvadratı üstə gəl B kvadratına. A üstə gəl B-nin mötərizən kənar kvadratı. Çıx 2AB düsturuna tətbiq edirik. Yəni 30'un kvadratı çıx 2 vur 144. 900'dən çıxaq 288-ni. Cavabımız 612. Baxaq, çalışma 15 ilə. Demək, 15'də nə deyir? 15'də deyir ki, düzgün dörtbucaqlı piramidanın oturacağının sahəsi 100 kvadrat santimetrdir. Apofem 13 olarsa, onun həcmini tapın. Gəlin, buradan bir düzgün dörtbucaqlı piramidanın bir maketin quraq. Olsun düzgün dörtbucaqlı piramidamız. S də, A da, B də, C də, D olsun. Oturacağının sahəsi 100'dür. Tərəfi A-dırsa, A kvadratı 100'dürsə, onda A 10'dur. Bura 10 olsun. Apofemi yan üzün hündürlüyüdür. Bunu bizə 13 verib. Onda öz hündürlüyünü yendirirəm, gətirirəm, birləşdirirəm. Bura 90 dərəcədir. O nə rol oynuyor burada? Tərəfin yarısı. Çünki 2 yerdə. Bu da bərabər 10 bölü 2. Yəni 5'dir. Bura 5'dirsə, baxın, rənglədiyim bu üç bucaq üçün Pifagor teoremini tətbiq edib H-ı tapıram. Niyə H-ı tapıram? Axı, mənə həcmdə 3'də 1 S oturacaq, vur H hündürlük lazımdır. Oturacağın sahəsini bilirəm 100, bir dənə hündürlüyü tapıram Pifagordan. 13'ün kvadratı çıx 5'in kvadratı, bu da bərabərdir. 169 çıx 25, 144, bu da bərabərdir 12. Bir də 12'ye vursaq, 3 ilə 12 ixtisar gedir 4, cavabımız 400'dür. Baxaq, 16. Demək, məxrəcdə olan loqaritmaları surətə çıxaracaq. Belə bir xassəmiz vardır. Əgər ki, 1 böl loqaritma A əsasdan B isə, o loqaritmanı surətə çıxarsaq, olur, əsasdan arqumentin yeri dəyişilir, B-dən olur. Onda bu olur, 2 loqaritma 80 əsasdan kökdə 2. Loqaritma 80 əsasdan 5, üstə gəl 2'də 3, loqaritma 80 əsasdan 4. Burada 2'ni gətirirəm, bax bu 2'ni buradan götürürəm. Bax bu 2'ni gətirəcəm bura kökdə 2'nin qüvvətinə. Yəni, kökdə 2'nin kvadratı üzərinə gəl, loqaritma 80 əsasdan 5'i saxlayıram. Loqaritma 80 əsasdan 4'ü 2'nin kvadratı yazıram. Bu 2'də 3'ü də atıram bunun qüvvətinə. 2'də 3 bərabərdir. Bu olur loqaritma 80 əsasdan 2. Ortadakı ilə olduğu kimi qalır. Üzərinə gəl, loqaritma 80 əsasdan. Bu 2'lər ixtisar getdikdə 2'nin kubu 8. Bəs əsaslar eyni olduqda cəm hasilə çevrilirmi? Loqaritma 80 əsasdan 2 vur, 5 vur, 8. Bu da loqaritma 80 əsasdan 80. Yəni 1 deməkdir. Baxaq, çalışma 17'yə. Tangens 4x bərabərdir. Deyir, katangens 50 tənliyinin 0-180 arasındakı köklərinin cəmini tapın. Gəl bu katangens 50'ni çevirək, tangens 40 yazaq. Onda 4x bərabərdir. 40 dərəcə üzərinə gəl, 180 kat. Tangens x bərabər a tənliyinin həlli necədir? Arc tangens a plus pi kadır. 4'e də bölsəm, 10 dərəcə plus 45 kadır. Sonra nə edirik? Haradakı k'lar bu arada tam ədədlərdir. K'lara qiymət verib x'ləri araşdırıram. Burada k'nın yerinə 0 yazsam 10 dərəcə. 10 dərəcə düşür bu aralığa. K'nın yerinə 1 yazsam 55 dərəcə. O da düşür bu aralığa. Düzdür? 10 dərəcə. 10 üstə gəl 45. Bu edir 55 dərəcə. 2 yazsam 10 üzərinə gəl 90. 100 dərəcə. Bu da düşür o aralığa. 3 yazsam 10 dərəcə üzərinə gəl 135. 145 dərəcə. Bu da düşür o aralığa.
145. 4 yazsaq, 4 yazsaq düşməyəcək. Bizdən də soruşur bu köklərinin cəmini. 10, 55, 100, bir də 145. 145. Cavabımız 200, 300, o da 310 dərəcə. Tamam, baxaq çalışma 18-ə. Deyir, doğranının oturacağının radiusu. Bunu gəlin belə edək ki, bu bizim, bu cür eləyək ki, daha rahat işləyək. Demək, doğranının oturacağının radiusundan 4 dəfə böyük olan konusun yan səthinin açılışında ki, sektorun mərkəzi bucağının dərəcə ölçüsünü tapın. Baxın, konusun açılışı belə bir dairə sektordur. Bura L-dir, alfadır, 2 pi-dir. Bizə də deyir ki, L 4R-ə bərabərdir və L, alfa, R arasında belə bir əlaqə düsturu var. Alfa bərabərdir 360R bölünsün L. Gətir bu L-in yerinə 4R yazıram. 360 böl 4R, bu da bərabərdir 90 dərəcə. Baxın, bu hardan qaynaqlanır bu düstur? Çevrə qövsünün uzunluğu bu deyilmi? L qövs bərabərdir pi r alfa bölünsün 180 dərəcə. Bunun isbatı sizə düşər. L qövs burada həmin bu 2 pi r-dir. Bu R həmin bu L-dir. Bu R başqa bir dairənin radiusudur. Amma bu dairə sektorunda L rolu oynayır. Pi vurulsun L alfa böl 180 dərəcə pi'lər gedir, geriyə qalır. Alfa bərabərdir 360R bölünsün L. Baxaq, çalışma. Baxın, 19'da deyir ki, 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü sarı rəngli olan kubu 3 dəfə ardıcıl atdıqda üst üzə düşən rənglərin müxtəlif olması ehtimalını tapın. Müxtəlif olmaz, bu deməkdir. Biri qırmızı olsun, biri yaşıl olsun, biri də sarı olsun. Bəs bu qırmızı, yaşıl, sarının 3 faktorial üzrə yerdəşməsi vardı mı? Düzdür, ola bilər ki, buradan yazıram, qırmızı, yaşıl, sarı olsun, qırmızı, sarı, yaşıl olsun, sarı, yaşıl, qırmızı olsun, sarı, qırmızı, yaşıl olsun, yaşıl, sarı, qırmızı olsun, yaşıl, qırmızı, sarı olsun. 6 versiya var, yəni 3 faktorial. Ehtimalını PA ilə işarə etsəm, baxın, birinci bu sıranın qırmızı, yaşıl, sarı olma ehtimalı, demək, 6 üzdən neçəsini veribdir qırmızı? 3'ünü. Demək, 3 qırmızı, 2 yaşıl, 1 sarıdır. Demək, qırmızı olma ehtimalı 6'da 3, yaşıl olma ehtimalı 6'da 2, sarı olma ehtimalı 6'da 1'dirsə, yəni 36'da 1 düzdür. Amma bu versiya 3 faktorial versiya ilə yerdəşmə eləyəcək. Yəni, siz onu bu cürdə yaza bilərsiniz. 3 faktorial vurulsun, 6'da 3 vur, 6'da 2 vur, 6'da 1. Bu da bərabərdir. 6 vurulsun, 36'da 1, cavabımız 6'da 1'dir. Bu 36'da 1, birinin olma ehtimalıdır, ama burada 6 versiya var axı, düzdür. Bir də vururuq 6'ya, o da eləyir 6'da 1. Baxaq 20'yə. Çalışma 20. D1, D2, D3 düz xətləri bir nöqtədə kəsişirlər. Alfa, beta, gamma bucaqları uyğun olaraq 3 hissə, 5 hissə və 4 hissədir. Bəs bu gamma bucağıdırsa, bu da gamma deyilmi? Üçünün cəmi bilirik ki, açıq bucaq 180'i təşkil edəcəkdir. Yəni 3K, 4K, 5K 180 dərəcədirsə, 12K bərabər 180 dərəcə, K'mız olacaq 15 dərəcə. K 15 isə alfa 3K idi, bu olacaq 45 dərəcə. Beta 5K idi, bu olacaq 75 dərəcə. Gamma 4K idi, bu da olacaq 60 dərəcə. Baxaq, çalışma 21'ə. 21'də fikir verin. Bizə deyilir ki, bu bərabərsizliyin həllər çoxluğu -3,
9 aralığı olarsa AB hasilini tapın. Maraqlı tapşırıqdır. Bilirik ki x çıxılsına b-dən kiçik bərabərdir, mənfi b-dən böyük bərabərdir. 2 qat bərabərsizliyi ilə işləyə bilərik. Bəs x bu aralıqda deyilmi? A-nı sağa da keçiririk, sola da keçiririk. Mənfi b üstəgəla, sağa keçirsən b üstəgəla. Yəni, A çıxılsın b ilə A üstəgəl b aralığındadır. Bəs bu mənfi 3, 9-dursa bu demək deyilmi ki, A çıxılsın b? Bu mənfi 3-dür. A üstəgəl b. Bu 9-dur. Tərəf-tərəfə toplasaq 2, 6-dırsa A 3-dür. A-nın yerinə 3 yazsam, onda b də bərabərdir 6-dır. Cavabımız 3 vur 6, yəni 18-dir. Baxırıq çalışma 22-yə. Bizə verilib belə bir qrafik. Baxaq, nə deyilir sözlərində? Bax, deyilir ki, verilmiş funksiya y bərabər 2x-dir. Bu nə deməkdir? X 2x. Baxın, bunun koordinatları x 2x-dir. Çünki burada A-nın yerinə 1 yazsam, b neçə olacaq? Fikir verin, 2. Yəni, belə çıxır ki, onda bu b nöqtəsi 1, 2 nöqtəsidir. C nöqtəsi x, 2x nöqtəsidir. D nöqtəsi də ki, elə x-dir də. D-yə x desəm, onda belə çıxır ki, C olacaq x, 2x. Əgər oran x, 2x adlandırmışamsa, D də olacaq x, 0 nöqtəsi. Onda fikir verin, bu qədər məsafə x çıx 1 deyilmi? Bax, o hissəsini bir dəfə də deyirəm. Bu, y bərabər 2x bu deməkdir. Əgər ki, mən D-yə x 0 desəm, C x 2x-dir. Və A nöqtəsi 1, 0-dır deyə, B nöqtəsi də 1, 2 deyil, x-in yerinə 1 yazsam 2-dir. Onda belə çıxır, bu qədər məsafə 2-dir, bu qədər məsafə 2x-dir. Mənə bu lazımdır, A-dır. A-dır x minus 1-dir. Nəyə görə? Mən sonra lazımdır. Baxın, trapesiyanın sahəsi bu deyilmi? Oturacaqları cəminin yarısı vur hündürlük. Oturacaqlarından biri 2-dir, digəri 2x-dir. Böl 2 vur hündürlüyü x çıx 1-dir, bərabərdir 8. Ayrı-ayrı bölsəm, 1 üstə gəl, x vur, 1 çıx, x çıx 1. X çıx 1, bərabərdir 8. X kvadrat çıx 1, 8-dir. X kvadratı 9-dur. Modul x 3-dür. Bu x-in müsbətindədir deyə. X-imiz müsbət 3-dür. Onda C-nin koordinatı 3, 6 nöqtəsidir. Baxaq, çalışma 23-ə. 23-də, yəqin ki, burada bir dənə tam oxuyaq. Gözmə bir oxşarlıq deyir. Orta xəttdə olacaq onda. Fikir verin, bu da rahat tapşırıqdır, rahat işləyəcəyinizdir. AC BD-yə perpendikulardır. Yəni, növünə görə düzbucaqlı üçbucaqdır. AD DB-yə bərabərdir. Yəni, D nöqtəsi orta nöqtədir. AC 12-dir, YB 8-dir, YBD üçbucağının sahəsini tapın. Baxın, D-dən belə bir perpendikular endirsəm, DK orta xəttdə olurmu? Biz də bilirik ki, orta xətt paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni, 12 bölü 2 bərabərdir 6-dır. Üçbucağın sahəsi bərabər tərəf, o tərəfə çəkilmiş hündürlük hasilinin yarısı 8 vur 6 bölü 2, bu da bərabərdir 24. Baxaq, çalışma. Bunu biraz kiçildək ki, görək sözlərin. Burada çox söz var. Baxaq, nə sözlərdir belə. Demək, müəllimlər otağında məlumat ben yer edim ki, sözlərin hamısını oxuya bilək. Tamam. Demək, müəllimlər otağında məlumat lövhələrinin birincisində eyni ölçülü 3 kağızdan, ikisi üfüqi, biri isə şagulidir. Üfüqi asılmış kağızlardan 2 cm uzunluqdakı hissəsi şaguli kağızın üzərini örtübdən. Biri arxa fondadır, ikisi ön fondadır. İndi şəkli böyüdəcəyim daha rahat görəcəyik. İkinci məlumat lövhəsində eyni kağızlardan ikisi şaguli, biri üfüqi formada asılmışdır. Şaguli asılan kağızların 3 cm uzunluğundakı hissəsi üfüqi kağızla örtülmüşdür.
məlumat lövhəsindən verilənləri əsasən bir kağızın ölçülərini tapın. Nə edək? Gəlin bunu böyüdüm. Əsas biz şəkil üzərində işləyək. Tamam, belə yaxşı görünür məncə. Gəlin götürək. Bu balaca hissəki var. Bax, bunu A götürsəm. Onda N olacaqmı? A üstə gəl 4. Onda burada A üstə gəl 4-dür. Misal üçün, burada A üstə gəl 4-dür. Burada A üstə gəl 4-dür. Bu hissəni B götürsəm, baxın bu qədər hissəni B götürsəm. Onda burada olacaq. B üstə gəl 6. Yəni ki, bu hissəni bildik. Tamam, indi gəldik bura. Əgər ümumi uzunluq, baxın bu qədər uzunluq 33-dür, bura orta A-dırsa, A-dan B-yə kimi olan məsafə bərabər deyilmi? 33-dən A çıxıb yarıya bölürəm. Bəs o məsafə eyni zamanda B üstə gəl 6 deyilmi? Onda belə çıxır ki, onda bu hissə ki var, baxın, bu A-dan B-yə kimi olan məsafə. Bu 33 çıx, A bölü 2-ni bərabər eləyirəm, B üstə gəl 6-ya. Amma bu qədər məsafəndə mənə 26 veribdir. O 26-ı necə hesablayacağım? Bax, bu qədər məsafə A üstə gəl 4-dür. Bu qədər məsafə A üstə gəl 4-dür, ortada B-dir. Onda bu üçün cəmində 26-ya bərabər edəcəm. A üstə gəl 4, A üstə gəl 4, üzərinə gəl B, bu da bərabər 26. Və bu sistem tənlikdən işləyək. Müxtəlif versiyalardan işləmək olar. Sadəcə ilk bu cür götürdüm, bu cür işləyəcəm. Hərə bir cür işləyə bilər bunu. 33 çıxılsına bərabərdir 2B üzərinə gəl 12. Onu da belə çıxır. Birinci yazıram hələ ki, 2B üzərinə gəl A bərabər 21. Sonra burada necədir? 2A üzərinə gəl B də bərabərdir 26 çıx 8. Bunda 2A üzərinə gəl B də bərabərdir 18. Gəlin, deyirsiniz, mənə A lazımdır ki, A-dan yola çıxaraq işləyə bilərəm. Onda B-ləri aparaq. İkincini mənfi 2-yə vuraraq. 2B üzərinə gəl A 21-dir. Mənfi 4-a çıx 2B bərabərdir. Mənfi 36-dır. Tərəf-tərəfə topladıqda mənfi 3A bərabər. Mənfi 15-dirsə A 5-dir. A 5-dirsə, gətir burada A-nın yerinə 5 yazıram. Demək, onda bu qədər məsafə 5 üzərinə gəl 4 bərabərdir 9-dur. Ölçülərindən bura 9-dur. Bir də mənə lazımdır. Baxın, bu qədər hissə 33 minus A bölü 2. Bu qədər hissə 33 çıx A bölünsün 2 idi. Həmin bu AB məsafəsi. O neçə edir? 33-dən çıxıram 5-in. 28 2-yə də böləndə 14. Bir tərəfi 9-dur, digər tərəfi 14-dür. Bu da tapşırığımızın həlli. Gedək çalışma 25. Baxaq sonuncu tapşırığımızı necə təqdim ediblər bizə. Paralelogramdır, perimetri soruşulur. Bunu da burada yerləşdirək. Tamam. Nə deyib bizə? Bu tərəfdə sözləri var deyəsən. Onu diqqətdən qaçırarıq. Deyilir ki, ADY bu ikisi bir-birinə bərabərdir. AEGB bərabərdir. CD 16-dırsa bu 8, 8-dir. FC 4-dür. Paralelogramın perimetrini tapın. Bu bucaqla, bu bucaq eyni deyilmi? Bu açıqlaması tələb olunan sualdır deyə yazıraq. Paralelogramda bucaq A bərabərdir bucaq C. Bucaq ADY bərabər bucaq FDC isə onda 3 bucaq AYD oxşardır 3 bucaq CDF-ə. Çünki bir üç bucağın, iki bucağı, digər üç bucağın, iki bucağına bərabərsə bu üç bucaqlar oxşardır. Bəs hansı hərflərin sıralaması necə olmalıdır? Baxın, burada fi deyirəm. A7 üç bucağında birinci betanı yazmışam, sonra fi bucağını yazmışam, sonra alfa bucağını yazmışam. CDF-də də o cür olmalıdır. Beta, sonra D yazmışam burada. F-də. 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 Sonra gəlməlidir fi bucağı, sonra gəlməlidir alfa bucağı. İndi ilk iki hərfin A-nin, ilk iki hərf CF-ə nisbəti bərabərdir. Son iki hərfin GD-nin, son iki hərf FD-yə nisbəti.
Bu da bərabər AD-nin CD-yə olan nisbəti. Verilənləri üstündə yazsaz biləcəksiniz ki, hansı tənasübü işləyəcəksiniz. AY-nin uzunluğu 8-dir. CF 4-dür. YD bunlar lazım deyil. Gedirik AD hansıydı? AD. AD-də X deyək. AD X-dir, CD-də 16-dır. Bu tənasübdən yola çıxıb işləyəcəyik. X də bərabərdir, 32-dir. Bu 32-dirsə bizdən perimetri soruşulur. 2 vurulsun, 16 üzərinə gəl 32. Bu da bərabər 48-i 2-yə vuranda cavabımız 96. Bununla da biz sizinlə abituriyent jurnalını 2026-da tam orta təhsil səviyyəsi üzrə riyaziyyat suallarının izahlarını yekunlaşdırdıq. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.